Bura deməli Peyğəmbər Salavatullahın hədis şərifi var. Ma beynə beyti və minbəri rozətun min riyazil cənnə. Buyurur ki, mənim minbərimlə evimin arasında cənnətdən bir güşə var. Minbər baxsaq sağ tərəfdədir. Beyt isə, ev isə Peyğəmbər Salavatullahın sol tərəfdədir və elə qəbri şərifi də oradadır. Və burada həmin o behiş güşəsindən bir güşədir. Buyurur ki, minbərimlə beytim arasında, evim arasında cənnətdən bir güşə var. Məhz burada durduğumuz yerdə həmin yerdir. Zəvvarlarımızla gəldik Məscid-ün Nəbidə Peyğəmbər Salavatullahın minbəri ilə beyti arasında zəvvarlarımızla birlikdə ziyarət etdik və onun məşhur hədisi var. Ma beynə beyti və minbəri rozətun min riyazil cənnə. Mənim minbərimlə evim arasında olan yer cənnət güşəsindən bir bağçadır. Rəbbimizə sonsuz şükürlər olsun ki, zəvvarlarımızla birlikdə biz gəldik, həmin o cənnətdən bir güşə olan bir yeri ziyarət etdik. Allah cənnətdə birlikdə elə bu zəvvarlarla bir yerdə olmağı nəsib eləsin. Dünyada Peyğəmbər Salavatullahın və bəqi imamlarımızın ziyarətini nəsib etdiyi kimi, üqbada da onların şəfaətini nəsib etsin inşallah.